Dəyərli izləyicilərimiz, xüsusən də özünə yeni təmirli, yaşanılmamış mənzil axtaranlar üçün yeni təmir nədir? Bugünkü gün belə təmirdə satış bazarında ikinci bir əmlak yoxdur. Sizə həm Xalqlar Dostluğu metrosuna, həm də Əhmədli metrosuna 5 dəqiqəlik məsafədə yerləşən 34-cü polis bölməsinin yaxınlığında, Xətai rayonunda, Seyid Əzim Şirvani küçəsində 9 mərtəbəli köhnə tikili binanın 6-cı mərtəbəsində bir dənə mənzil çəkib təqdim edirəm. Mənzil öz sözünü deyən mənzillərdən biridir. Pərdələrinə qədər, çılçıraqlarına qədər qaydasındadır. Liftli qazlı binada kommunallar hamısı qaydasında, qaz, su, işıq hamısı qaydasındadır. Sayğaclar qaydasındadır. Evin giriş qapısı möhkəm seyf qapıdır. Elektrik işi, santexnik işi, istifadə olunan materialların hamısı ürək açandır. Doğrudan da pulu da necə xərcləmək lazımdır, bax bu ev yiyəsi onu bilir. Çox qəşəng mənzildir, 2 ev proyektidir, 85 kvadratdır, qiyməti 223 min manata təşrif olunur. Hamam sanuzel ayrı-ayrılıqda, ikisinin də aksesuarları hamısı ayrı-ayrılıqda, özdə şablon aksesuarlar deyil, gəlib baxa bilərsiniz. Mətbəxi geniş, radiatorlar hamısı qaydasında, istilik sistemi mərkəzi istilik sistemidir. Mətbəx mebelinə qədər mərmərdir özdə deyəsən. Qaz pesi, aspiratoru hamısı qaydasındadır. Bugünkü gün satışda belə bir mənzil yoxdur. İşıqlı, skvaznoy, gün düşən, havalanan. Baxın, binanın da həyətində avtomobil saxlamaq üçün kifayət qədər yeri var. Orada uşaqların əyləncə parkı. Bütün yaşayış obyektlərinə yaxındır. Kim ki bu ərazidə mənzil axtarır, yəqin ki buralığı tanıyır. Əla yerdədir. Yəni ki, mən şəxsən 223 min manatı rahat şəkildə bu mənzilə verərdim. Endirim də olacaq, dövlət ipotekasına da yararlıdır. Sağ olun, salamat qalın.